Bismillah. 29 iyul üçün bürclərin ən şok proqnozu, ən doğru proqnozu. Qoç, gözlənilməz xəbərlər gününüzü dəyişə bilər. Sakit və düşünülmüş qərarlar sizə üstünlük qazandıracaq. Boğa, maliyyə məsələlərində yeni imkan yaranacaq. Uzun müddət gözlədiyiniz bir xəbər sevindirə bilər. Əkizlər, ünsiyyətdə uğurlu gündür. Yeni tanışlıq və ya əməkdaşlıq gələcək üçün faydalı ola bilər. Xərçəng, ailə və şəxsi münasibətlərdə xoş dəyişikliklər gözlənilir. Köhnə incikliklər aradan qalxa bilər. Şir, gün sizin xeyrinizə işləyəcək. Özünüzü göstərmək üçün yeni layihəyə başlamaq və mühüm qərarlar vermək üçün əlverişli zamandır. Qız, İşləriniz plan üzrə gedəcək. Kiçik detallara diqqət etsəniz böyük uğur əldə edə bilərsiniz. Tərəzi, gözlənilməz xərclər mümkündür. Büdcənizi diqqətlə planlaşdırın və emosional qərarlardan uzaq durun. Əqrəb, karyera ilə bağlı müsbət dönüş yaşana bilər. Əzm və qətiyyət sizi irəli aparacaq. Oxatan, səyahət, təhsil və yeni ideyalar üçün uğurlu gündür. Qarşınıza maraqlı fürsətlər çıxa bilər. Oğlaq, səbrinizin bəhrəsini görəcəksiniz. İşgüzar görüşlər uğurla nəticələnə bilər. Dolça, münasibətlərdə açıq danışıq problemləri həll edəcək. Yaradıcı fikirləriniz qiymətləndiriləcək. Balıqlar, intuisiyanız güclənəcək. Daxili səthinizə güvənsəniz düzgün seçim edə bilərsiniz. Günün ən şanslı bürcləri Şir, Əqrəb və Oğlaq. Uğur, irəliləyiş və sevindirici xəbərlər ön planda olacaq. Günün ən gərgin bürcləri Tərəzi, Əkizlər və Dolça. Tələsik qərarlardan və lazımsız mübahisələrdən uzaq durmaq tövsiyə olunur.